Mustafa sallallahu aleyhi ve sellem Efendimiz'e məhlukatın vəsnələrincə salam olsun. Əsr Saadətdən əks edən fəqirətlər kitabından davam edirik. Şeytanın tələləri, şeytan tələləri. Ayət-i kərimdə Nisa surəsi 119-cu ayədə uca Rəbbimiz buyurur. Şeytan belə dedi, onlara, insanlara əmr edəcəyəm də Allahın yaratdığını dəyişdirəcəklər. Hədis-i şərifdə buyurulur, Resulullah sallallahu aleyhi ve sellem qadınlara bənzəməyə çalışan kişilərə və kişilərə bənzəməyə çalışan qadınlara lənət etdi. Bu feillərin Allahın rəhmətindən uzaq qılacağını bildirdi. Rəvah Buxari. Allah Resulü sallallahu aleyhi ve sellem qadın kimi geyinən kişiyə, kişi kimi geyinən qadına lənət etdi. Rəvah Əbu Davud, Əhməd bin Əmr. Bu qədər açıq. Qadının qadın geyimi var, kişinin kişi geyimi var. İndi aləm qarşı bir-birinə. Sonra da deyirlər ki, niyə işlər düz getmir? Bu mollalar artandan sonra ölüm çoxalıb, filan şey filan oldu, köşməkən oldu. Əcəb-əcəb söhbətlər. Halbuki öz gözləri tiri görmür. Daha demir ki, mən kişi kimi geyməyə başlayandan sonra, mən qadın kimi davranmağa başlayandan sonra bu işlər oldu. Allah Resulü sallallahu aleyhi ve sellem qadın kimi geyinən kişiyə, kişi kimi geyinən qadına lənət etdi. Halbuki Taif'də Allah Resulü aleyhisselatü vesselam daşlandı, alqan içində qaldı, lənətləmədi. Üzərinə dəvə işkəmbəsi atdılar, o qarın qartaq. Başını səcdən qaldırılmadı, durub onlara lənət oxumadı. Amma bu məsələ ciddidir ki, buna lənət oxumuş Allah Resulü. Qadın kimi geyinən kişiyə, kişi kimi geyinən qadına lənət oxudu. Qəhri çəkən günah. Quran-ı Kərimdə Lut aleyhisselamın göndərildiyi qövmün fitrətə tərs livata, yəni homoseksuallıq günahından dolayı çox ağır bir şəkildə qəhr edildiyi bildirilir. Bu qövmü həlakə aparan son hadisə də bir fasiqə qadının təsiri oldu. Həzrəti Lut aleyhisselamın münafiq olan qarısı Vahidə evlərinə gələn mələkləri gənc oğlan şəklində görünən müsafirləri gedib əxlaqsız qövmünə xəbər verdi. Onların tasallutuyla həlak başlamış oldu. Vahidə də orada daşlaşdı. Yəni, safımızı bəlli eləməmiz lazım. Biz kimlə bərabərik? Körlə yatan çəpgöz durur. Fasıqlarla bərabər olan fasıqlaşır. Mənə heç olmaz, mənim imanım güclüdür, filandır. Geç o məsələ. Geç, aleykissalam. Geç. Yəni, nə qədər özü qorursan belə yenə bir gün onların feili ilə, əməli ilə sən də anılırsan. Bir müəllim yoldaş var idi, gənckən deyir, sülh göyərçini saxlayırdım deyir. Ağ göyərçinlər var idi. Bir gündür göyərçinim uçdu getdi, o məktəblərin zadının damında olan alabaxta deyilir, bəzi bölgələr alabaxta deyilir, bəzi yerdə qurqullətilərinə deyirlər. Qoşuldu deyir onlara. Ən son lələyi dəyişənə qədər tanıyırdım göyərçinimi. Ağ göyərçin, boz göyərçin oldu. Atın yanına bağlasan da həm rəngi olması da həm xasiyyət olar demiş atalarımız. Yəni, fasıqlarla bərabər fasıq olur, salihlərlə bərabər salih olur, sadıq olur. Əshab-ı Kehfin qitmiri buna misal. Keçən vəzimizdə keçmişdir. Şeytani saptırma. Elmalı Hamdi Yazır Əfəndi mərhum şeytan belə dedi, onlara, insanlara əmr edəcəyəm də Allahın yaratdığını dəyişdirəcəklər. Nisa surəsi 119-cu ayət.
Yəni, yaradılışın şəklini və ya sifətini dəyişdirərək vəziyyətini başqa şəklə soxacaqlar. Fitrətinin kəmalına götürəcək yerdə pozacaqlar, cığırından çıxaracaqlar. Allah-u Teala insanı ən gözəl şəkildə xəlq eləyir. Nə buyurur Allah-u Teala ayət-i kərimdə? لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ. Həsən gözəl deməkdir, əhsən ən gözəl deməkdir. Ona görə bir şeydən xoşlandığımız zaman əhsən deyirik. Güləşdə bir rəqibinin yerinə əhsən deyirik. Yəni, ən gözəl şəkildə. Məsləhət olsaydı Allah-u Teala, nə bilim, burasında bir döyülmə şu şəkildə, yazılmış şəkildə, bura bir ana ata yazıb doğardı, doğuldurardı uşağı. Güya çox istəyir. Bura barmağın üstünə ana ata yazır. Bunlar hamısı şeytanın tərqinləridir. Şeytanın kitabələri olar. Yəni, kişilərə xitab edən. İndi daha zaten kişi, qadın qarışıb hamısı bir-birinə qolun burasından qadın döymə eləyir. Moda deyir. Şeytanın tərqinləri, şeytana uymalar, başqa bir şey deyil. Canavar dırnağı kimi buradan dırnaq qoyur belə. Qadınlar. Yəni, adam baxanı belə diksinir. Bu nədir? Bu insan diyorsa canavar. Yırtıcı heyvanlar kimi. Olmaz. Olmaz qardaşlarım, olmaz. Allah Teala məsləhət olsaydı, dırnaq tutmaq sünnə olaraq qəbulləməz. Dırnaq tutmaq sünnədir. Peyğəmbər Aleyhisselatü Vesselam əməlidir. Sən tutmaq qırağı dursun, bir də əlavə moda uzaldırsan bu boyda. Şeytanın tərqinləri. Təfsirlərdə gələn misallara baxaraq, qadın kişi, qadını kişi, kişini qadın etməyə çalışacaqlar. Günümüzdə aid. Qadını kişi eləmək istəyir, kişini qadın eləmək istəyir. Sonra da başımıza daş yağmadığında şükləmə əvəzində şikayətçi olur. Qadın yerinə kişi, kişi yerinə qadın işlədiləcək. Üzvlərini yaradılış vəzifələrinin xaricində işlədəcəklər. Nikah yerinə zina edəcəklər. Təmizi buraxıb pisliyə yüyüdəcəklər. Doğruluğu buraxıb əyriliyi hünər sayacaqlar. İnsanları aldadır, kələk gəlir, defolu malı aldadıb insanları satır, sonra da gəlir hünər deyə anladır. Hünər deyə gəlib, sonra da anladır. Doğruluğu budalalıq, əyriliyi hünər sayacaqlar. Halala haram, harama halal, yaxşını pis, pisi yaxşı deyəcəklər. Pisə yaxşı deyəcəklər. Yaradılış qanunu ziddinə işlər görəcəklər. Ruhlarının yaradılışındakı səlamət və saflıqlarını pozacaqlar. LGBT kimi bir rəzalətin insan haqqı və hürriyyəti adı altında bütün dünyaya dayatıldığı günümüzdə bu ayət kərməni yenidən təfəkkür etmək məcburiyyətindəyik. Bir başqa ayət kərmədə ibrət almağımız üçün belə buyurulmaqdadır. Elçilərimiz olan həlak və əzab mələkləri Lut'a gəlincə, Lut onlar haqqında tasalandı, yəni qayğılandı və onları qorumaq üçün nə edəcəyini bilə bilmədi. Ona qorxma, qayğılanma. Çünki biz səni və ailəni də qurtaracağıq. Yalnız əzabda qalacaqlar arasında olan qarın, yəni xanımın müstəsna dedilər. Ənkəbut surəsi 33-cü ayət. Yəni bir peyğəmbər xanımı olmağı belə işi dəyişdirmir. Nəticəni dəyişdirmir. Fasiqlərlə bərabərsənsə, o tərəfdə də fasiqlərlə bərabər olacaqsın. Yəni, fasiqlikdən çəkinmək lazım. Sadiq olmaq istəyirsənsə, sadiqlərlə bərabər olacaqsan. Salih olmaq istəyirsənsə, salihlərlə bərabər olacaqsan. Günümüzdə bu əxlaqsızlığa taviz verənlər, əşi nə olacaq ki deyənlər və ya sükut edənlər
heç nə deməyib sükut edənlər, Lut aleyhisselamın xanımının aqibətindən düşər olmaqdan əndişə etməlidirlər, təlaşlanmalıdırlar. Allah-u Teala nağıl olsun deyə, hikayə olsun deyə bizə anlatmır Quran-ı Kerimdə. Ayağınızı dəng alın, o zümrəyə göz yummayın, etirazınızı bildirin, vurdum duymaz olmayın, ictimai qınaq deyə şey qalxmış artıq. Metroya girirsən, avtobusa minirsən, vaxtı ilə bir yaşlıya yer verməyəndə hər kəs gənci qınıyardı, ayıplayardı. İndi heç kəsə heç nə demir. Bir kişiyə yaz gəlmir, yəni, ümumidən danışır. İstisnalar qaydan pozmur. Bir nəfər dinlənməsi deyil. Ümumi. Abla ayıb döyülürsə, hamilə qadın başı üstündə ayaqsızı durub, sən oturmuşsan, qadına yer ver. Qalx, nənən yaşda abicəyə yer ver. Baban yaşda kişiyə yer ver. Deyən qalmır. Ona görə ictimai qınaq olmaq üçün də hər kəs bildiyin deyir. Geçenlerde bir video paylaşılmıştı. Ben ona geyim demərəm. Ona geyim demərəm. Yarıdan da çok çılpaq vəziyyətdə birisi dükkana girir, qadın. Qadın qovur çıxardır. Satma buna bir şey deyir. Çıx çölə. Çıx cəmiyyətdən. Elə olması lazım. Pozuqları çıxartmaq lazım çölə. Ki cəmiyyət təmizlənsin. Bugün göz yumduğun zaman sabah ailənin içine gəlib girir o. Əlindəki telefonla. Uşaq fərqində olmadan o küçələrdə dolaşır, sonra da pozulur.